Mən futbola baxandan, dünya kuboklarını izləyəndən həmişə görmüşəm ki, Portuqaliya millisinin heyəti daha keyfiyyətli və daha güclü olub nəinki Argentina millisinin heyəti. Argentina millisinin müdafiə xətti və Portuqaliya millisinin müdafiə xətti. Montiel, Lisandro Martinez, 1 ay var, 5 ay yoxdur. Təzə müdafiəçisi var idi, adı yadımdan çıxdı, sol cinah müdafiəçisi, adı nə idi onun? Nəysə, şərhlərdə yazarsınız. Ehtiyatda Tagliafico. Tagliafico mənim babamla yaşlı. Otamendi, bu qocalarla, bu ağsaqqallarla turnirin əsas favoritlərindən biridir. Yarım müdafiə xəttini desən bəsdir. Vitinha, João Neves, Bruno Fernandes. Mövqelərinin ən yaxşılarıdır sizə görə. Və əgər Portuqaliya bu heyətlə Dünya Kubokunu qazana bilməsə, bu onlar üçün absurd və biabırçılıq olacaq. Bu heyətlə Portuqaliya azı yarım final görməlidir. Variantı yoxdur.